Ötən gün paytaxtın Xətai rayonunda fəaliyyət göstərən Venesiya Şadlıq Sarayında kütləvi zəhərlənmə olub. Toyda iştirak edənlər arasında 51 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Soyuq dəyməsi olan adamın yüngül bir məhsul yeyən kimi halı pisdəki zəhərlənmə olur. Yaxınlarının toy məclisində iştirak etmək üçün gəlmişdilər. Xəstəxanalı oldular. Dünən Xətai rayonunda fəaliyyət göstərən Venesiya Şadlıq Sarayında kütləvi zəhərlənmə hadisəsi baş verib. Zəhərlənməyə menyuda qonaqlara təqdim olunan qidaların yaxud içkinin səbəb olması hələlik məlum deyil. Ötən gün Şadlıq Sarayının 2 zalında ümumilikdə 350 nəfərdən artıq toy iştirakçısı olub. Hazırda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ötən gün toyda istifadə olunan həm yeməklərdən, həm də digər içkilərdən laborator analizlər götürülərək yoxlamalar aparılır və bundan sonra zəhərlənmənin dəqiq təfərrüatları bəlli olacaq. Saat 21:00 radələrində baş verib. Bizə dünən gecə olan məlumatı deyirik sizə. Hal-hazırda olan məlumatı bilmirik neçə nəfərdir. Bizdə olan məlumat 21 nəfərdir. Zəhərlənənlərin arasında qonaqlarla yanaşı toya dəvət alan müğənni də olub. Restoranın rəhbəri Nəbi Baxşəliyev deyir ki, hadisənin qəsdən törədilmə ehtimalı da böyüdür. Hal-hazırda nədən olduğunu bilmirik. Ola bilər ki, bu Şadlıq Sarayının nüfusuna bir xələl gətirmə məqsədindən də ola bilər. Sizin ehtimalınız var ki, yəni bu hadisə qəsdən törədilir. Ehtimal Şadlıq Sarayının nüfusuna xələl gətirməkdir. Bəs hadisənin baş verdiyi Şadlıq Sarayında bugünə kimi istifadə olunan qida məhsullarının keyfiyyəti, məhsulların hazırlanması zamanı gigiyenik qaydalara riayət olunması və digər tələb olunanlar standartlara cavab veribmi? Baytarlıq İdarəsinin peçatı. Peçat tam burada görürsünüz özünüzdə. 2 rəqəmləri gözləmir. Dünən olan tarixdir bu. Daxil olan bütün məhsulların hamısı Qida Təhlükəsizliyi Agentliyinin sertifikası əsasında olan məhsullardır. Burada mayonezdən tutmuş, smetanına qədər nə istifadə olunursa, hamısı Qida Agentliyinin verdiyi sertifikatlar əsasında olunan mallardır. İçki verilib dünənlər. Dünənki məclisdə içki verilib, bəli. Özləri gətirib, yoxsa sizin tərəfinizdən? Biz tərəfindən verilib. Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olunması ilə bağlı Agentliyin mütəxəssisləri tərəfindən araşdırmalar aparılır. Hadisənin baş verdiyi Şadlıq evində istehlaka təqdim edilmiş məhsullardan, işçi masalardan, qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator analizlərə cəlb olunub və onu bildirmək istəyirəm ki, birmanəli olaraq bu cür kütləvi qidalanma məkanlarında baş vermiş hər hansı bir nöqsanla bağlı birbaşa olaraq həmin sahibkarlıq subyektləri məsuliyyət daşıyırlar. Hadisə ilə bağlı təbibdən bildirildi ki, müxtəlif saatlarda təcili yardım briqadaları vasitəsilə zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla 25 nəfər klinik tibbi mərkəzə, 10 nəfər Sabunçu tibb mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya mərkəzinin nəzdində olan Sabunçu uşaq yoluxucu xəstəxanasına hospitalizasiya olunub. Əlavə olaraq 7 nəfər klinik tibbi mərkəzə, 8 nəfər isə Sabunçu tibb mərkəzində birbaşa özü müraciət edib. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb. Zəhərlənmə hadisəsi baş verən Şadlıq Sarayı hazırda fəaliyyətini davam etdirir. Gün övladına məclis keçirəcək toy sahibi nədənsə narahat görünürdü. Biz də sizin kimi eşitdik, gəldik ki, maraqlanan məsələdir. Hadisədə daha çox qida zəhərlənmə ehtimalları olsa da, dəqiq cavab laborator analizlərin açıqlamasından sonra bəlli olacaq. Rəşad Vəkiloğlu, Nadir Zəlilov, Space xəbər.